xanımların da belə keyfi açılsın. Axı xanımlar alış-veriş eləyəndə keyfləri açılır. Doğrudan da ki. Shopping eləmək üçün gəlsinlər X-Lady mağazasına. Necə ki səndən gəlmişik, baxaq burada nələr var, nələr. Xanımlar həm də stresi atmaq üçün alış-veriş çox zaman eləyirlər. Çünki təzə paltar alanda istər-istəməz insanda stimul yaranır. Harasa getməyə, belə təzə bir şey geyinib getməyə. Və burada da doğrudan çeşidlər çoxdur. X-Lady mağazasındakı bütün mallar brend markaları mallarıdır. Türkiyənin, Fransanın, İtaliyanın ən brend markaları var. Baxın. Çox gözəl. Birinci mərtəbə VIP-dir. Yəni ki, o hansı ki xanımlarımız var ki, çox zövqlə geyməyi sevirlər. Bura VIP-dir, həm də burada ən çox üst geyimləri var. X-Lady kollektivi onu fikirləşib ki, X-Lady rəhbərliyi burada bütün xanımlar üçün, istər evdar xanım olsun, istər iş xanımları olsun, gəlib X-Lady'dən alış-veriş eləyə bilərlər. Xanımlar var ki, klassik stil sevirlər. Xanımlar var ki, sport stil sevirlər. Yəni burada hər üslubda geyməyi sevən xanımlarımız üçün üst geyimləri var, paltarlar var, ziyafət paltarları, gündəlik paltarlar, sport paltarları. Yəni xanımlarımız gəlsinlər, mən inanıram ki, razı qalacaqlar. Rəngi də çox qəşəngdir. Rəngi orijinaldır. Çox, bu rənglər dəbdədir. Enli kəmər çox dəbdədir. Çox bezdim, usandım, bax qırıldım, yaralandım. Çantalar, ayaqqabılar, çəkmələr, üst geyimləri, plaşlar, paltolar, mantolar, ziyafət paltarları, şalvarlar, yubqalar. Yəni hər üslubda, hər zövqdə rəng çeşidi də önəmlidir məncə və əsas da keyfiyyət. Xanımlarımız bu koftaları almışdılar, qutarmışdı X-Lady mağazasından, bambarxasdır da. Yeni gəlib əziz xanımlarımız var, yenə də var. Çox qəşəng yaraşır bu, əyində çox gözəl, zövqlü durur. Ona görə də əziz xanımlarımız artıq X-Lady bu koftalardan var, gəlin alın. Sənə yaraşdı. Bu ondandır ki, X-Lady'dəki bütün paltarlar brenddir. Əsl Fransanın, İtaliyanın, Türkiyənin paltarlarıdır. İndi bir dənə burada adət-ənənə var ki, mənlə gələn hər bir məşhur insana hədiyyə verirlər. İndi sən nə seçirsən hədiyyə? Mənim nəzərimcə insanda ən birinci ayaqqabı gözəl olmalıdır. İstər kişidə, istər qadında. Amma doğrudan çox rahatdır. Bu ayaqqabılar hədiyyədir sənə X-Lady mağazasından. Qatun, gəlsinlər xanımlar X-Lady'yə. Gəlsinlər, giyinsinlər, bəzənsinlər, düzənsinlər, sonra getsinlər.